Dabaq xəstəliyini insanlar arasında yoluxma qeydə alınıbmı? Sualına Səhiyyə Nazirliyinin rəsmi açıqlaması var. Qurumdan Asan TV-yə verilən məlumata görə Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyi qeydə alınmayıb. Hazırda da ölkə ərazisində bu xəstəliklə bağlı insanlar arasında yoluxma faktı aşkarlanmayıb. Vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız rəsmi mənbələr tərəfindən təsdiqlənmiş məlumatlara etibar etsinlər. Eyni zamanda media nümayəndələri ictimaiyyətdə əsassız narahatlıq yaratmamaq üçün yalnız rəsmi məlumatlara və dəqiqləşdirilmiş məlumatlara istinad etsinlər. Qeyd edək ki, Anadolu Universitetinin Bakı filialında təhsil alan Elnarə Həziyeva adlı şəxsin güya dabaq xəstəliyinə yoluxması ilə bağlı məlumatlar yayılıb ki, Səhiyyə Nazirliyi bu məlumatların yalan olduğunu və həqiqəti əks etdirmədiyini vurğulayıb.